Bəzi insanlar saatlarla xəyallara dalır, eyni süjetləri illərlə təkrar yaşayır və bu vəziyyət onların gündəlik həyatına mənfi təsir göstərir. Mütəxəssislər bu halı maladaptiv xəyal qurma adlandırır. Araşdırmalara görə adi xəyal qurmaq insan beyninin normal fəaliyyəti hesab olunur. Hətta alimlər insanların oyaq vaxtlarının təxminən 30-50%-ni həmin anda gördükləri işlə əlaqəsi olmayan düşüncələrə sərf etdiyini bildirirlər. Xəyal qurmaq yaradıcılığı, empatiyanı və emosional tarazlığı dəstəkləyə, həmçinin darıxma hissini azalda bilər. Lakin bəzi hallarda xəyal qurmaq nəzarətdən çıxır. İnsanlar saatlarla özlərinin yaratdığı təsəvvür aləmində yaşayır. Real həyatda görməli olduqları işləri təxirə salırlar. Bu vəziyyət çox vaxt musiqi dinləmək və ya otaqda irəli-geri gəzmək kimi təkrarlanan davranışlarla müşahidə olunur. Mütəxəssislərin fikrincə, maladaptiv xəyal qurma psixoz və ya şizofreniya deyil. Belə insanlar reallıqla xəyalı ayırd edə bilirlər. Bununla belə vəziyyət iş fəaliyyətinə, təhsilə və şəxsi münasibətlərə ciddi təsir göstərə bilər. Mövcud tədqiqatlar bu halın böyüklərin təxminən 2-4%-də müşahidə oluna biləcəyini göstərsə də, geniş miqyaslı araşdırmalar hələ də aparılmayıb. Maladaptiv xəyal qurma hazırda nə Amerika Birləşmiş Ştatları Psixiatrlar Assosiasiyasının diaqnostik və statistik təlimatında, nə də Ümumdünya Səhiyyə Təşkilatının xəstəliklərin beynəlxalq təsnifatında ayrıca diaqnoz kimi tanınır.